Salam, efirdə xəbərlərdir. Türkiyə Bakıya qarşı bunu etməməlidir. Ermənistanın Xarici İşlər Naziri Arat Mirziyan deyib ki, erməni və türk mütəxəssislər Qars-Gümrü dəmir yolunun hansı vəziyyətdə olduğunu öyrənməyə başlayıb. Bu, sözügedən yolun açılacağı haqqında fikirlərin yaranmasına səbəb olub. Bununla yanaşı Türkiyənin Suriyadakı baş konsulu Muammar Hakan Cengiz və vitse-konsul Erin martın 26-sında Ermənistanın Hələbdəki konsulluğuna baş çəkiblər. Başkonsul Ara Evetsyan Hakan Cengizi uzun fasilədən sonra Türkiyə konsulluğunun yenidən fəaliyyətə başlaması, həmin vəzifəyə təyin olunması və Ramazan ayı münasibəti ilə təbrik edib. O, Suriyaya göndərilən erməni humanitar yardım karvanının Türkiyə üzərindən rahat keçməsinə verdiyi dəstəyə görə rəsmi Ankaraya təşəkkür edib. Xatırladaq ki, martın 21-də Türkiyə-Ermənistan arasında Alizan, yəni Marqara sərhəd keçid məntəqəsi müvəqqəti olaraq açılıb. Ermənistan Türkiyə ərazisindən keçməklə Suriyaya humanitar yük göndərib. Maşınlar həmin marşrutla geri qayıdana kimi sözgedən sərhəd qapısı açıq qalacaq. Sizinlə mən Şahin Seyidov, Azərbaycan Yəhudi Mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.